Azərbaycan xeyrinə həll olunmalıdır. O sammitdə söhbət bundan gedirdi ki, Qarabağ Azərbaycanın xeyirli olmayan tərzdə bir müqavilə predmetinə çevrilərsə, orada söhbət gedə bilməz, biz müqavimət göstərəcəyik. Məsələləri daim kontekstdə fikirlərini çalmaq lazımdır. Üstəlik də Əlfəz bəy 97-ci ildə qaydanda Bakıya aeroportda ilk sözü cəmiyyətdə birlik və bütövlük axtarış olur. Və üstəlik, elçilər mahiyyətcə bütövlük axtaran bir insan olubdur və həyatı boyu bunu sübut edir. Bütün Azərbaycan birliğini yaratmaqla, Güney Azərbaycandakı insanların haqqını müdafiə eləməklə, cəmiyyətdə bir barış rəmzi olmaqla elçilər həmişə bütövlük axtaran insan olur. Mən onunla fərqli bir şey eləmir. Hanım buyurun. Mən də ki, yəni, birinci sözlərin şeylərə, sözlərin fikri, biz ki, yerlərdə milli başına, yəni, tərəftar olmuş deyil. Yəni, məsələn, deyəcək, bu sizcə kifayət mi ki, Heydər Əliyevin sözlərin təlbədir? Yəni, bu kifayət mi? Nəsə Heydər Əliyevin başlı istiqamətdə atdığı adımları Xeyr, kifayət deyil. Kifayət deyil. Sadəcə olaraq mən deyirəm ki, bu istiqamətdə adımlar atılmalıdır. Yəni, nə gözlüyorsunuz? Onlardan mən bir şey gözləmirəm, yəni mən deyə bilmərəm onlarla hazırlaşırlar, danışıqlar hazırlaşmırlar, bu başqa məsələdir. Mən sadəcə olaraq demək istəyirəm ki, söhbət danışıqdan keçir, diyalogdan keçir, birlikdən keçir. Biz də mesaj göndərik müxalifət olaraqdan, onlarda xeyli görməli, iştirakı görməlidirlər. Məsələn, müxalifətin paketləri olacaq, danışıqlı tədbirlər, Qarabağ məsələsinə münasibət, başqa məsələlərə münasibət bildirərlər, onda razılaşarlar. Azərbaycan sözləşməsilə bağlıdır. Konkret hansı formada yardımcı göstərsiniz? Hansı formada yardımcı? Azərbaycan sözləşməsi üçün mən o sualata cavab verdim. Mən nüfuzumdan istifadə edib yerlərdəki köhnə cəbhədaşlarına müraciətlər edirəm. Mənə işlən hər tərəfli insanlar var, dostlarım var, onlara müraciət edirəm ki, bir araya gəlsinlər, qarışdırıram. Məsəl üçün, burada xalq cəbhəsində elə avtoritetlər var ki, belə deyək ki, Maşallah bəy kimi görən boyda, Yevlaxda Aydın bəy kimi, Salyanda Ədalət bəy kimi və başqa İbadullah bəy kimi, Ayvazalı bəy kimi bu insanlarla mən danışıram. Onlar hər bir nüfuzlu insanlardır, sadiq insanlardır. Təşkilatın bütövləşməsi üçün nüfuzlarını ortaya qoysunlar, barış, müstəs həyata keçsinlər, ağsaqqallar çalışqlar. Məsələn, Anvara daha çalışır ağsaqqal kimi, eşidir. O da eşidir, o pis də eşidir. Yəni mən də mənə işlənlərə müraciət edirəm ki, bu təşkilatı bütövləşdirir. Çox təşəkkür edirəm, sağ olun. Sağ olun. Ayrılışlı gelirler çekimlerde 100 milyon dolar akçıdan birleşmesine mesela. 100 milyon dolar. Öğren. Bilmiyorum valla. Siz yanlış böyle şeyler ha? Mesela servis. Valla bana pul vermişler. Bilmiyorum. Ben nasıl soruşmuş. Onu kim deyirse ondan soruşmak lazım ki pul kime verir. Bir de Hüdret Hasan Gülüyor Partiyası'nda şikayet veren ayetler olduğunu bildirmişti. Yani bildirmişti ki demede akış yapıyorda parti teşkilatından başka şahar adresine işleyen var. Kudret Bey'den soruşmak lazım. Ben de acıklar hakkında bir malumat yok. Ben o kararla tanış değilim. Birləşmiş Xüsusən namizədi, namizədi ola bilər Ola bilər, qurultada müəyyənləşdirəcəyik. O qərarla tanış deyil ki, məncə bunlar namizədlərini təqdim edilir. Yəni, namizədinin bu qərar qəbul etdi. Kimi təyin ediblər? Vahid namizəd. Vahid var. Adını deməyiblər. Adını deməyiblər. Adını demir, Vahid namizəd. Adını deməyiblər. Deyiblərdi ki, Vahid namizəd. Namizəd demir, ad deyilmirdi. Bir nəfər namizəd olacaq. Ola bilər, xaç çapasından olsun. O gələcək işdir, bilmiyoruz. Dedim ki, birləşmiş axıcıqlı hər hansı bir blokda, neysə bir şeydə iştirak edə bilərmi? Və artıq qurultayın qərarlarına bağlıdır. Qurultayda, dövləşmə qurultayında seçki orqanına formalaşacaqdır. Onun rəis heyəti, yəni məclisi bu haqda qərar edəcək. Mən bir şey deyə bilmərəm başda. Mənim görəvim deyil, mənim statusum deyil. Dedim ki, o həmkəmin 100 milyon dolar. Valla mən ona cavab verdim, o pul mənə çatmır, bilmirəm, o pulu kim veribsə, ondan soruşmaq lazımdır. O fikri kim deyibsə, gedib ondan soruşmaq lazım, pul haradadır, kimi verib, kimə veribdir. Mənim xəbərim yoxdur puldan. Olsaydı ama o 100 milyon, siz inanırsınız belə şeylərə. Məncə bunlar artıq. Bunlar məşğul yeri, bizdə 1 milyon 2-0 artıqdır. Bilmirəm, ona deyərlərdə soruşmaq lazım. Mən baxdım məlumat. Siz deyirsiniz ki, müxalifət məqsədlər, yəni birləşmə
birləşməsi, yəni siz bu birləşməni ancaq Qarabağ məsələsinə bağlı nəzərdə tutursunuz. Yəni istənilən cəmiyyətdə müxalifət, iqtidar olan yerdə müxalifət də olmalıdır. Bəli. Mən burada birləşmə deyəndə mexaniki birlikdən söhbət eləmirəm. Və söhbətimin əvvəlində dedim ki, bütün siyasi insanlar, siyasi partiyalar öz siyasi fikir süzgəcindən keçirməlidirlər, bir vahid doktrin hazırlamalıdırlar. O birlik də həmin doktrin ətrafında, ideya ətrafında olmalıdır, kiminsə ətrafında yox. Mən bunu təkrar edirəm ki, bəli, biz Azərbaycanın xilası, Azərbaycanda barış və birlikdə keçir. Məhz elə qlobal problemlər ətrafında. Bəli, təbii. Buyurun. Yəni, indi önəm yetirilməsi məsələlərdən biri yəni Qarabağ məsələsi. Sizin bununla bağlı haliniz, bəs Fərəc Quliyev bu məsələlərlə bağlı hansı addımlar var? Mən sizə onu vermişəm yazı şəkildə. Qarabağla bağlı mənim orada 2 təşkil var. Xahiş edirəm, onu istəyirsə sanskritdənsiz. Buyurun, bütövdə çap edin, mən icazə verim. Kanallarını da istəmirəm. Bir də siz dediniz ki, yəni iqtidarla müxalifət arasında, yəni milli birlikdən keçir, yəni problemlər. Bir neçə il bundan qabaq da olmuş, yəni iqtidarla müxalifət arasında, yəni dialoq aparır, hətta vasitəçilik edənlər oldu. Amma belə gedə bu səmərəsiz bir məsələ olaraq qaldı, dialoq alınmadı. Yəni siz belə deyin, yenidən o vasitəçiliyin missiyanı üzərində götürür, hər iki tərəfi belə dedi, bir masa arxasına fikriniz var mı? Mənə belə bir təşkil yoxdur, orası düşünərəm. Ya orada da konkret kimisə təklif olunmur ki, kimsə o təklifdə bulunurdu və onları bir araya gətirməyə çalışır. Artıq bu təklifdir, mən artıq mesaj verirəm ki, buyurun bir araya gəlin, cəmiyyəti xilas edin. Ya bunu sizin belə deyək, vasitəçilik... Yox, vasitəsiz adlandırma olmaz. Bu mənim şəxsi mövqeyimdir, fikir kimi deyirəm. Əgər bu fikir ümumi iradəyə çevrilərsə, artıq bu cəmiyyətdə ayaq tutacaq, verəcək. Amma mən sizə yenə də xatırladım ki, bu əvvəlki illərdə baş tutmayıb. Yəni indi əminsiniz ki, belə bir dialoq alınmadı. Hər bir şərtlər dəyişir. Ola bilər ki, alınsın. Yəni indi vəziyyət sizcə elə bir vəziyyət yetişibmi ki, onlar dialoqa gəlməlidir? Bunu hamı etiraf edir ki, ölkədə vəziyyət pisdir. Yəni hakimiyyət və müxalifət də bilir ki, hər mənada ölkədə sosial vəziyyətdə, iqtisadi vəziyyətdə pisdir. Qarabağ məsələsi həllində irəliləyiş yoxdur və s. və problemlər də artdıqca gedir. Ona görə mən hesab edirəm ki, bu cür şərtlər dəyişikdir. Həm müxalifətdə, həm də iqtidarda artıq bu istiqamətdə bayaq da səsləndiyi fikirlər səslənir. Fikirlər səslənir, amma ya başçı Sülədin bəy deyibdir, Müsavatdan başqanı İsa bəy bildiribdir və başqalar da bildiribdilər. Yəni artıq bu gün hər kəs bunu səsləndirirsə, deməli günün zərurətdir bu. Günün zərurətdir və hesab edirəm ki, bir araya gəlmək mümkündür, böyük ehtimaldır. Buyurun.